Həyatının hansı mərhələsindəsən? Mən insan həyatını 4 hissəyə bölmüşəm. Bu 0-7 yaş arası yaradılış və yaşama uğrunda mübarizə dövrüdür. Yəni bizim 0-7 yaş arası problemimiz ancaq yemək, içməkdir. İkinci mərhələ isə var olmaq, yəni təhsil həyatımız, ailə həyatımız və cəmiyyətdə tutacağımız yerlə bağlı olan bir dövrdür. Üçüncü hissə isə özünü kəşf etmə dövrüdür. Bu artıq transformasiya dövrüdür. Bu dövrdə insan həyata gəliş məqsədini, missiyasını tapmalı olduğu bir dövrdür. Dördüncü dövr isə bar vermək, meyvə toplamaq zamanıdır. Yəni artıq payız dövrüdür. Yəni sən bu 3 mərhələdə necə yaşamısansa, onun qarşılığını, onun meyvələrini isə son mərhələdə toplayırsan. Sən həyatının hansı mərhələsindəsən?